Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınağımızın izahına baxacağıq. Lakin sınağın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim dərslərimizdə iştirak etmək istəyirsinizsə, bax ekranda gördüyünüz 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq burada birinci suala. Bizə deyir ki, verilən bu funksiyanın ən böyük və ən kiçik qiymətlərinin cəmini tapın. Baxın, sinus kvadrat olduğu üçün siz burada sinusun özünün ən kiçik qiyməti 0, ən böyük qiyməti isə 1 olduğunu bilməlisiniz. İndi gətirib yerinə yazaq. Olur 3, çıxılsın 2 dəfə əvvəlcə 0 yazıb hesablayacaqsınız. Sonra 3 çıxılsın yerinə 1 yazacaqsınız. Birincinin qiyməti 3 eləyir, ikincinin qiyməti isə 1-ə bərabər olmuş olur. Deməli, ən böyük qiyməti 3-dür, ən kiçik qiyməti 1-dir. Sizdən bunun cəmini soruşur. 3 ilə 1-i toplayırsınız, düzgün cavab 4 alınmış olur. Yəni, testimizin doğru variantı olur A bəndi. Keçək növbəti suala. Baxırıq burada ikinci suala. İkinci sualda deyir ki, torbada 5 ağ, 4 qara və 6 qırmızı kürəcik var. Torbaya geri qaytarmamaq şərti ilə, bax bu hissədə mütləq diqqətli olun, geri qaytarmamaq şərti ilə ard-arda 3 kürəcik çıxarılır. Bu kürəciklərdən ilk ikisinin qırmızı, üçüncünün isə ağ olma hadisəsinin ehtimalını tapın. Ümumilikdə burada baxın, neçə kürə var? Hamısını toplayırsınız 15. Onda əvvəlcə baxın, birinci qırmızını çıxardanda ehtimal nə olacaq? 15-də 6. Çünki ümumi 15 kürə var, 6-sı qırmızıdır. Daha sonra, indi ikincisi də qırmızı olmalıdır. Amma siz artıq bir kürəni çıxartmışsınız və onu geri qaytarmamışsınız. Deməli, burada 14 kürə qalır. Və qırmızılardan da birini artıq çıxarıb geri qaytarmadığınız üçün burada 5 qırmızı qalmış olur. Vurulsun. Amma deyir ki, üçüncü kürə artıq ağ olsun. İndi siz 2 kürə çıxartmışsınız, yerinə qoymamışsınız. Deməli, burada 13 kürə qalır, ümumi halların sayı və ağ kürəciklərin sayı da 5-ə bərabər olmuş olur. İndi biz bunu hesablasaq, deməli 5 ilə 15 gedir 3 dəfə, 6 ilə 3 gedir 2 dəfə, 2 ilə 14 gedir 7 dəfə. Başqa ixtisar olunacaq heç nə yoxdur. 7 vurulsun 13, 91 edir, surətdə də elə 5 qalmış olur. Yəni 91-də 5 testimizin düzgün cavabı C bəndi, C variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada üçüncü suala. 3-də bizə deyir ki, 120 ədədinin sadə olmayan bölənlərinin sayını tapın. Baxın, sadə olmayan bölənlərin sayını tapmaq üçün nə etməlisiniz? Natural bölənlərin sayından çıxmalısınız. Müxtəlif, deməli, sadə vurğuların sayını. Natural bölənlərin sayından müxtəlif sadə vurğuların sayını çıxmalısınız. Biz 120 ədədini sadə vurğulara ayırıb, sadə vurğuların hasili şəklində göstərsək, olur belə. 2 üstü 3, 3 üstü 1, 5 üstü 1. Yəni, sadə vurğulara ayırmağı artıq hamımız bilirik. Onda natural bölənlərin sayını tapmaq üçün, baxın, bu qüvvətlərin üstünə 1 gəlib, bir-birinə vurmaq lazımdır. 3-ün üstünə 1 gəlirsiniz 4. 1-in üstünə 1 gəlirsiniz 2, 1-in üstünə 1 gəlirsiniz 2. 4 dəfə 4, düzgün cavab 16-ya bərabər olmuş olur. Bu oldu natural bölənlərin sayı. Amma neçə müxtəlif sadə vurğu var? Baxın, 1, 2, 3. 3 müxtəlif sadə vurğu var. Biz də dedik ki, sadə olmayan bölənlərin sayını tapmaq istəyiriksə, natural bölənlərin sayından müxtəlif sadə vurğuların sayını çıxmalıyıq. 16-dan da 3 çıxanda düzgün cavab 13-ə bərabər olmuş olur. Yəni, üçüncü sualda testimizin düzgün cavabı olur D bəndi. Keçək növbəti suala. Baxırıq burada dördüncü suala. Dördüncü suala deyir ki, baxın, A-nın koordinatları 3 ilə A, B-nin koordinatları 5 ilə B olarsa, deyir, bu nöqtələrin orta nöqtəsi C, koordinatları 7 və 9 olarsa, A üstə gəl B ifadəsinin qiymətini tapın. Deməli, orta nöqtənin koordinatlarını necə tapırdıq? 3 üstə gəl B bölünsün 2 bərabər olmalıdır bu C nöqtəsinin x-ına, yəni 7-yə. Çarpaz vuranda 3 üstə gəl B bərabərdir 14-dürsə, buradan B-nin qiyməti 11-ə bərabər olmuş olur. Bəs y-ı necə tapırdıq? A üstə gəl 5 bölünsün 2 bərabərdir C nöqtəsinin y-ına, yəni 9-a. Yenə çarpaz vurduqda A üstə gəl 5 bərabər olur 18-ə və buradan A bərabərdir 18 çıx 5, 13-ə. Həm B-nin qiymətini tapdıq, həm də A-nın qiymətini. Bizdən tələb etdiyi A üstə gəl B-dir. 13-ün də üstünə 11 gəlirsiniz. Düzgün cavab deməli 24-ə bərabər olmuş olur. 4-cü sualda testimizin düzgün cavabı olur A bəndi.
Keçək növbəti suala. Baxırıq burada 5-ci sualı. 5-ci sualı deyir ki, xaricdən toxunan iki çevrənin radiusları 3 sm və 12 sm-dir. Bu çevrələrin ortaq toxunanının toxunma nöqtələri arasındakı məsafəni tapın. Baxın, ortaq toxunan dedikdə, gəlin belə edək. Çevrələrin ortaq toxunanı dedikdə, bax, belə bir ortaq toxunan çəkirik. Hətta bunun bir hissəsini biraz belə çəkə bilərik. Aha. Bax, təsəvvür edək ki, bu ortaq toxunandır. Buranı adlandırıram A nöqtəsi, buranı adlandırıram B nöqtəsi. Və bunun deyir, xaricdən toxunan iki çevrə radiusları 3 və 12-dir. Ortaq toxunanın, toxunma nöqtələri arasındakı məsafə. Bax, sizdən bu AB məsafəsini istəyir. Fikir verin. Buradan bura qədər məsafəni istəyir. Gəlin biz çevrələrin mərkəzlərini birləşdirək. Radiusları endirək. Bilirsiniz ki, toxunma nöqtəsində radius endirəndə perpendikulyar olmuş olur. Həmçinin, yəni burada 90-dır, burada 90-dır. Kiçik çevrənin radiusu 3-dür, burada 3-dür. Böyüyün radiusu 12-dir, burada 12-dir. Bizdən bax bu x məsafəsini istəyir. İndi bu x-a paralel olaraq, baxın, o bir mərkəzindən bu düz xətt nəzərən belə bir perpendikulyar endirirəm. Onda avtomatik burada 90 dərəcə olur. Deməli, bizim axtardığımız bu x elə burada axtardığımız x-dir. Və siz diqqətlə baxsaz, burada belə bir düzbucaqlı üçbucaq əmələ gəlmiş olur. Baxın, bu düzbucaqlı üçbucaqda katetlərdən biri 12-dir, hipotenuz 15-dir, 3-ün 12-ni toplayırsınız və yenə əzbər bilməli olduğumuz bir hissə Pifaqor ədədlərinə görə, daha doğrusu düzüstəm, bura 12 deyil, çünki 3-ü çıxmağı unutdum. Bax, bura 3-dürsə, bura da 3-dür. Bu, yəni ümumilikdə birlikdə 12-dir. 12-dən də 3-ü çıxanda bura eləyir 9. Aha. İndi deyə bilərəm ki, bu düzbucaqlı üçbucaqda Pifaqor ədədlərinə görə bu AC neçə olmalıdır? AC deməli 12-yə bərabər olmalıdır. Ya da belə tapa bilərsiniz. 15-in kvadratından çıxın 9-un kvadratına. Qalsın 144. Yenə cavab sizə 12-ni vermiş olacaq. Yəni testimizin doğru variantı olur B bəndi. Keçək növbəti suala. Baxırıq burada 6-cı sualı. 6-cı sualda bizə deyir ki, üçbucağın iki tərəfinin cəmi 8 cm bərabər, onların arasındakı bucaq 30 dərəcəyə bərabərdir. Bu tərəflərin uzunluqları neçə olmalıdır ki, deməli, onun sahəsi, yəni üçbucağın sahəsi ən böyük olsun. Baxın, gəlin baxaq. Üçbucağın deməli, iki tərəfin cəmi 8-dir. Bura A desəm, bura B desəm, A üstə gəl B bərabərdir 8-ə. Və onlar arasında qalan bucaq da 30 dərəcədir. Ümumiyyətlə, üçbucaqda sahə düsturu necə tapılır? 2-də 1, tərəflər hasili və onlar arasında qalan bucağın sinusu hasili. Sinus 30-da 2-də 1-dir. Ona görə birbaşa sahəni yaza bilərəm ki, 4-də 1 AB-yə bərabər olmuş olur. İndi mənə nə lazımdır? Onun sahəsi deyil, ən böyük olsun. Bu sahənin ən böyük olmağını istəyirsinizsə, A-nı da, B-ni də bacardığınız qədər böyük götürməlisiniz. Niyə görə? Çünki hasildir. Vuruqlar nə qədər böyük olsa, hasil də bura qədər böyük olmuş olacaq. Bəs yaxşı, A və B-yə hansı ən böyük qiymət yaza bilərik? Bax, buradan tapırsınız. Düşünün ki, baxın, unutmayın ki, əgər A üstə gəl B 8-dirsə, ədədləri bacardığınız qədər bir-birinə yaxın götürsəz, onda deməli nə olmuş olacaq? Hasil də ən böyük olmuş olacaq. Məsələn, baxın, 1 ilə 7 yazsaz, bunun hasili 7-dir. Məsələn, 2 ilə 6 yazsaz, bunun hasili 12-dir. Fikir verin, birincidə hasil 7 idi, burada hasil 12 oldu. Deməli, ədədlər bir-birinə yaxınlaşdıqca onların hasili də nə edir? Böyüyür. Onda mən bura A-ya 4 qiymətini versəm, B-yə də 4 qiymətini versəm, burada mənə şərt verməyib ki, bərabər olmasın. Ola bilər, götürə bilərsiniz. A-ya da 4 qiymətini versəz, B-yə də 4 qiymətini versəz, hasil özünün ən böyük qiymətini almış olacaq. Ona görə testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 7-ci suala. Deyir ki, verilən bu funksiyanın qiymətlər oblastını tapın. Yenə sizin diqqətiniz burada yönəlməlidir hara? Kosinus 2x-a. Kosinusun ala biləcəyi qiymətlər -1 ilə 1 aralığında dəyişir. Deməli, bir dəfə -1 yazacaqsınız. Yəni, 4-də 1 üstü -1 çıx 3. Bir dəfə də müsbət 1 yazacaqsınız. Yəni, 4-də 1 üstü 1 çıx 3. Bu bərabərdir 4-də 1 üstü -4-ə. Bu tərsinə çevrilir, olur 4 üstü müsbət 4, o da bərabərdir 256 alınır. Digər tərəfdən bu eləyir 4-də 1 üstü -2, -2 və tərsinə çevrilir 4 üstü 2 olur. O da bərabər olur 16-ya. Yəni qiymətlər oblastı 16 və 256 aralığında olmuş olacaq. Testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala.
Baxırıq 8-ci suala. Verilən bu ifadə bərabərdir 6 olarsa, x bölünsün z nisbətini tapmağı bizdən tələb edir. Bunun məxrəcinə 1 yazıb çarpaz vursaq, 1-i surətə vuranda elə olduğu kimi qalır. X üstəgəl 6, y üstəgəl z. 6-nı vuranda olur 6x, üstəgəl 6y, çıxılsın 6z. 6y-lar hər iki tərəfdə eyni işarə əldə getdi. 6z-i atırsınız bu tərəfə. Bax, 3z üstəgəl 6z eləyir 9z. Bu 6x-dan da bu x-i çıxırsınız, olur 5x. Onda z-in qiymətini yaza bilərsiniz 5k, x-in qiymətini yaza bilərsiniz 9k. Və bizə nə deyir? X bölünsün z-i istəyir. Baxın, x bölünsün z. K-lar gedir. 9-u da 5-ə bölsəz, düzgün cavab 1.8-ə bərabər olmuş olacaq. Testimizin doğru cavabı olur D variantı. Keçək növbəti suala. Baxırıq burada 9-cu suala. Deyir ki, m parametrinin hansı mənfi qiymətində verilən bu vektorun uzunluğu 10^5-ə bərabər olar. Ümumiyyətlə, vektorun uzunluğu necə tapılırdı? Əgər bu x-dırsa, bu y-dırsa, bu da z-dirsə, yazırıq kök altında x-in kvadratı 36, üstəgəl m-in kvadratı, üstəgəl -8-in kvadratı, yəni 64. Bərabər olmalıdır 10 kök altında 5-ə. 36-nı 64 toplasaq 100, üstəgəl m kvadrat bərabərdir 10^5-ə. Hər tərəfi kvadrata yüksəldirəm. Kök itir, olur 100 üstəgəl m kvadrat bərabərdir. Bunu kvadrata yüksəltsək, olur 100 dəfə 5, yəni 500. 500-dən də çıxırsınız 100-ü, eləyir 400. Kvadratı 400 olan ədədlərimiz hansıdır? Həm müsbət 20, həm də mənfi 20. Müsbət -20. Amma bu sizdən sadəcə mənfi qiymətini soruşursa, deməli testimizin düzgün cavabı C variantı, C bəndi alınmış olacaq. Belə, keçək növbəti suala. Baxırıq 10-cu suala. Deyir, aşağıdakı şəklə əsasən alfa bucağını tapın. Baxın, əgər bunu uzatsaz, bu ikisi, məsələn, bu bucaqla, fikir verin, buradakı bucaq 130 dərəcə ilə daxili bir tərəflidir. Cəmi 180 olmalıdır. 180-dən çıxırsınız 130-u, tapırsınız ki, bura 50 dərəcəyə bərabərdir. İndi, diqqətlə bax, bu bucağa baxsaz, fikir verin, hamısı bir yerdə nə əmələ gətirir? 360 dərəcə, yəni tam bucağı əmələ gətirir. Ona görə yazırsınız, alfa üstəgəl 140 üstəgəl 50, yəni 190 dərəcə bərabər olmalıdır 360 dərəcəyə. Buradan da alfanı tapsaz, 360-dan 190 çıxırsınız, yəni düzgün cavab, alfanın düzgün qiyməti 170 dərəcəyə bərabər olmuş olur. Buna görə testimizin doğru cavabı doğru variantı olur Y bəndi. Y variantı. Belə. Bu da bizim sonuncu sualımızın izahı idi. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də bizim dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.